Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammed ve ali Muhammed. Allahumma accil veliyyikel fərəc. Məkasib kitabından 322-ci dərsi oxuyuruq. Mövzumuz 7-ci məsələdə bəhs eləməkdir və orada deyildi ki, o kitablar ki, onların mətləbləri batildir, zalladır, insanı yoldan çıxardır, haqdan çıxardır. O kitabları hifz eləmək, qorumaq haramdır. Mərhum Şeyx Murtəza Ənsari buyurdu, birinci dəlil budur ki, bunun haramlığına əql dəlalət edir. Və əqildən də əlavə bir ayə oxumuşduq. وَمِنَ النَّاسِ مَنْ يَشْتَرِي لَهْوَ الْحَدِيثِ لِيُضِلَّ عَنْ سَبِيلِ اللّٰهِ. Bu ayəni oxumuşduq və digər ayə də bu barədə Quranda mövcuddur. Yəni birinci dəlilimiz əqldir. Əql hökm eləyir ki, vacibdir fəsadın maddəsini kəsmək. İkinci, bundan əlavə bu ayəni oxumuşduq keçən dərsimizdə və bugünkü dərsimizdə də bir neçə dəlil oxuyarıq. Yəni, və yədullu aleyhi muzafən ilə hökmül əql bi vücubi maddətil fəsad. Yəni, bu əqlin dəlilindən əlavə dəlalət eləyir belə bir kitabları saxlamağın haramlığına ki, ayə idi oxuduq. İkinci ayədə vəl əmru bil ictinab ən qovlə zur. Allah bizə əmr eləyir Qur'an-ı Kərimdə, siz batil kəlamdan özünüzü qoruyun, ictinab eləyin qovlə zurdan. Qovlə zur, batil kəlam. Burada bu ayə ilə məsələmizə istidlal eləməyin bir yolu var. Yəni, ayəni iki cür məna eləmək olar. Yalnız bir cür məna elədikdə məsələmizə istidlal eləmək olar. Başqa cür məna eləyəndə onda məsələmizə istidlal eləmək olmaz. O mənalar bundan ibarətdir. Burada əgər zur kəlməsini qovl kəlməsinə sifət tutsaq və qovl kəlməsini zur kəlməsinə izafə eləsək, yəni sifət mövsuf, zur olar sifət, qovl olar mövsuf. Mövsufu sifətə izafə eləsək, onda məna belə çıxar. İctənib ən qovlilləzi əz-zur. Məna belə çıxar. Yəni, ictinab elə o qovludan, o sözdən ki, onun sifəti zordur, batildir. Yəni, zoru qovla sifət tutsaq və qovlu zora izafə eləsək, onda, bəli, bu ma nəhnu fiyhə bizim məsələmizə
istidlal eləmək olar. Amma qovlu burada məstər mənasında tutsaq, yəni qalə yəqul, qalə mazi feili, yəqul muzari feili, qalə yəqula əgər qovl sözünü burada məstər tutsaq, onda bizim məsələmizə bununla istidlal eləmək olmaz. Onda məna belə çıxar, yəni özünü qoru, pəhriz elə, batil deməkdən. Batil deməkdən. Onda bu kutub-i zalləni hifz eləməyin hörmətinə dəlalət eləməz. Onda mənası budur ki, vəçtənib ən qovlə zur, yəni batil kəlamdan özünü hifz elə. Bu, ma nəhnu fihimizə dəlil ola bilməz. Amma birdən zur kəlməsini qovula sifət tutsaq, yəni ictinab elə o qovuldan ki, əlləzi o qovul ki zurdur. Onda ma nəhnu fihimizə dəlalət eləyər. Yəni kutub-i zallanı saxlamaq haramdır. Bəs bu surətdə, yəni zur qovl kəlməsini musuf və sifət hesablasaq və qovlu izafə eləsək zura, ma nəhnu fihimizə dəlil ola bilər. Bəs bu iki dənə ayəni mərhum şeyx dəlil-i əqlə izafə elədi. Ona görə buyurdu, muzafən ilə hükmül əql. Əsas dəlili şeyxin bu məsələdə, yəni kutub-i zallanin saxlamağın hörmətinə əsas dəlil Tuhaful Uqulun rivayətidir ki, qabaqki dərslərimizdə oxumuşuq. Qovluhu fîmâ təqəddəm min rivayəti Tuhafil Uqul İnnəmâ hərrəməllahu təâlâ əs-sināətəlləti yəci'u minhəl fəsad məhzən. Yəni şeyxin bu məsələdə əsas dəlili Tuhafil Uqulun rivayətidir ki, İmam buyurdu, yalnız Allah o sənəti haram eləyibdir ki, ondan məhz fəsad gəlir. Məhz o sənətdən fəsad gəlir, bir xeyir yoxdur. Bunu da, bu dəlili də götürəndə, bu yenə də kutub-i zallanın hifzinin hürmətinə dəlalət eləmir. Sadəcə kutub-i zalla, yəni batil fikirləri yazmaqlığın hörmətinə dəlalət edir. Yəni bu sənətə dəlalət edir. Tutalım bir nəfər oturur, işi, sənəti bundan ibarətdir ki, bir qələm götürüb ancaq batil fikirlər yazır. Bəli, onda bu söz, imamın bu sözü bu sənətin hörmətinə dəlalət edir. Nəyə görə? Çünki o batil fikirlərdən ancaq və ancaq məhz ondan fəsad gəlir. Amma kutub-i zallanı hifz eləməyin hörmətinə dəlalət eləsin, yox buna dəlalət eləmir. Çünki Həzrət buyurdu ki, İnnəmə hərrəməllahu təala sənətəlləti yəci'u minhəl fəsad məhsən. Bu daha kitabın, batil kitabları saxlamağın hörmətinə dəlalət eləmir. Bəlkə batil sənətlərə dəlalət edir. Dediyimiz kimi sənəti bu ola bir insanın ki, bu ancaq batil fikirlər yaza, bəli, onda bu rivayət dəlalət edir, o haram iş görür, o sənət haramdır. Amma imamın bu sözündən qabaqki bir söz də var idi Tuhafil Uqulda, o dəlalət edir kutub-i zallanın hifzinin hörmətinə. Bəl qovluhu aleyhissalam qəblə zalik. Bəlkə Həzrətin bu rivayətin bu hissəsinin qabaqki hissəsində
baxsaq, o dəlalət eləyir ma nəhnu fihimizə, yəni bəhsimizə. O bundan ibarətdir ki, Həzrət burada av ma yuqavva bihil kufr və şirk fi cəmi'i vücuhil məasi, ya bir şey ki, küfür, şirk onunla güclənə, tamam günahlarda onlar haramdır. Av babun yuhinu bihil haq, ya bir bab ola ki, onunla haqq zəiflənə, o haramdır. İlə axirihi. Bəli, bu hissə, rivayətin bu hissəsi dəlalət eləyir Kutub-i Zalləni, yəni o kitablar ki, insanı haqdan çıxardır, onların hifz eləməyin hörmətinə, haramlığına dəlalət eləyir. Necə dəlalət eləyir? Çünki əgər bir insan batil mətləbləri olan kitabları saxlasa, onda küfrlə şirk onunla gücləşir, ya onunla haqq zəiflənir. Onda, bəli, o cür kitabın saxlamaqlığı haramdır. Və rivayətin bu hissəsi dəlalət eləyir bizim söylədiyimiz məsələyə. Və Şeyx Murtəzanın da əsas dəlili zalla olan, yəni haqdan çıxardan kitabların hifz eləməyin haramlığına budur. Yəni əsas dəlillərindən budur və başqa bir dəlil də var ki, o da Tuhaful Uqulun rivayətidir ki, qabaqki dərslərdə oxumuşuq. Buyurur və qovluhu aleyhissalam fi rivayəti Əbdülməlikil mütəqəddimə ki, Əbdülməliki rivayəti ki, qabaqda oxumuşuq. Heysu şəqa ilə Sadiq aleyhissalam ki, bu İmam Sadiq aleyhissalama şikayət elədi. Dedi, inni ibtələytu bin nəzər ilə nücum. Dedi, yəbnə Rəsulullah, mən nücum elmini bilirəm, oxumuşam, ona mübtəla olmuşam. İmam buyurdu, fəqalə aleyhissalam, ətəqzi, o nücum elmi ilə sən hökm edirsənmi? Yəni, əsər tərtib edirsənmi? Qultu nəm. Bu şəxs dedi, bəli, ağa. Qalə əhrik kutubək. Həzrət buyurdu, o kitabları yandır. Yəni, nücum elmi haqqında olan kitabları yandır. Burada əhrik əmrdir. Həzrət burada əmr elədi bu kitabları yandır. Yəni, o kitabların içində batil mətləblər var və o batil mətləbləri saxlamaq, o kitabları hifz eləmək haramdır və Həzrət burada əmr elədi, onu yandır. Əmrdəki bildiyiniz kimi vücub üçündür. Bir dəfə deyək, burada əmri irşadidir, bir dəfə əmri vücubidir. Burada əmri vücub mənasında tutsaq, onda bu bizim məsələmizə dəlil ola bilər. Həzrət ki, buyurdu, batil mətləbli kitabı yandır. Deməli, bundan biz anlayırıq ki, belə bir kitabları saxlamaq, hifz eləmək haramdır. Dəlillərin biri də budur. İndi burada əhrik vücub üçündür, ya irşad üçündür. İnşallah gələn dərsimizdə bu barədə danışarıq. Elhamdülillahi Rabbil aləmin.